Salam, mənim adım Züleyxa Fəthullayevadır və siz Özünə Coach Ol kanalındasınız. Hazırda kanalda özünü tanıma aləti olan Tale matrisasının oxunmasına dair ödənişsiz video dərslər təqdim olunur. Bu 4-cü dərsimizdir və bu videoda biz pul və münasibətlər kanalındakı enerjiləri təhlil edəcəyik. İlk olaraq bildirim ki, bu iki mövzu konsultasiya müraciətləri üçün ən çox istek alan mövzulardır. Səbəb də budur ki, fiziki yaşadığımız dünyanın maddi dayağının əsas simvolu puldur, mənəvi dayağının simvolu isə insanlar arası münasibətlərdir. Videonu sonuna qədər izləyin, sonda sizi bir elan gözləyir, çox xoşunuza gələcək. Deməli, qeyd etmişdik ki, horizontal xətt maddə dünyasıdır. Ətrafımızda fiziki olan hər şey ilə münasibətimiz dünyəvi işlərimizdir. Maddi məsələləri özümüzə uyğun harmonik yaşamaq üçün bu xəttin üzərində duran enerjiləri ayrıca və üçlü proqramlar şəklində diqqətlə incələyib, onlara uyğun yaşamalı və seçimləri o çərçivədə etməliyik. Pul və münasibətlər kanalı horizontal xəttdən aşağıdadır. Cədvəldə pul kanalı üzərində simvolik olaraq dollar işarəsi, münasibətlər kanalında isə ürək işarəsi qoyulmuşdur. Hər iki kanal öz aralarında kəsişir və iki üçlü proqram əmələ gətirir. Belə bir kəsişmə təsadüfi deyil. Maddi gəlirlər və insanlarla olan münasibətlər bir-birindən asılı iki ana mövzudur. Bunu öz həyatımızda da müşahidə edə bilərik. Bizim maddi rifahımız insanlarla olan ünsiyyətdən keçir. Maddi kanalın kökü həm də sağlamlıq kanalına bağlıdır. Yəni fiziki olaraq varlığından və təhlükəsizliyindən sonraki dəyər maddi rifahındır. Digər tərəfdən ruha sahib biri olduğun üçün həyat ilə münasibətlərə girmiş olmağın qaçınılmazdır. Burada həyat termini altında digər insanlar, təbiət, hadisələr, inanc, əşyalar və s. mənəvi və maddi anlayışlar nəzərdə tutulur. İnsan onu əhatə edən hər şey ilə münasibətdədir. Nəsnənin canlı və ya cansız olmasının asılı olmayaraq insan o məfhuma müəyyən bir dəyər təyin edir. Bu təyinat da insanın ətrafına olan münasibətinin şəklini yaradır. Məhz buna görə də maddi rifah dünya ilə olan əlaqələrimizin keyfiyyətindən birbaşa asılıdır. Hər bir kanalın başlanğıc nöqtəsi, əsas təsir nöqtəsi və balanslaşdırması vacib olan son nöqtəsi deyilən 3 enerji nöqtəsi vardır. Eyni zamanda bunlar kanalın giriş nöqtəsi və ya kanalın qapısı, ən energetik nöqtəsi və ya ana nöqtəsi və ən problemli nöqtəsi adlanır. Kanalın ən sonuncu nöqtəsi kanalla bağlı problemlərin yarandığı yerdir. Digər ikisinin də təsiri var, lakin həmişə mənfi də deyillər. Amma maliyyə rifahı bərbad olan biri pul kanalının bütün nöqtələrini mənfidə yaşayır qənaətinə gələ bilərik. Enerjilərin ayrıca işlənməsi məsələsinə dair bir qədər haşiyəyə çıxacağam. Enerjiləri tək-tək oxuma klassik bir üsul olmasa da mən şəxsən hesab edirəm ki, bu metodika matrisa cədvəlinin oxunmasının ən asan yoludur. Çünki hazırki seriya videolar Tale matrisası aləti ilə yeni tanış olmuş və ya səthi biliklərə sahib olan auditoriya üçün nəzərdə tutulduğuna görə üçlü proqram oxuması, bu proqramların matrisanın digər istiqamətləri ilə əlaqələndirilməsi metodu qəliz ola bilər. Çünki bu iləri oxuma bacarıqlarıdır. Başlanğıc mərhələdə öz matrisasını hələ yeni tanıyan birinə ilkin oxuma vərdişlərini aşılamaq üçün enerjiləri tək-tək götürüb mənfi və müsbət xüsusiyyətlərini öyrənmək daha asandır. Məhz buna görə də enerjiləri tək-tək oxumaq kimi çox sadə və asanlaşdırılmış yanaşmadan istifadə edirəm və sizə də tövsiyə edirəm. Hazırki matrisa cədvəlində pul kanalının giriş nöqtəsində 14-cü enerji durur. Tarotda 14-cü arkan mötədillik enerjisidir. Əsasən yaradıcılıq, təmkinlik, maddə ilə mənəvi dəyərləri tənzimləyə bilən səbir və harmoniyanı təmsil edən enerjidir. Bu enerjinin maddi kanalda olması və mənfidə yaşanması qoyulan maddi məqsədlərə çatmaqda səbirsizlik, narahatlıq, hesablarda düzənsizlik kimi keyfiyyətləri verir. Nativ maliyyə resurslarını hesablamaqda və bölüşdürməkdə çətinlik çəkir, böyük məbləğlərdə borc və ya kreditə girmiş ola bilər ki, bu da onun üçün olduqca ziyandır.
Borcla yaşamaq və ya kreditlə dəbdə olan əşyalara sahib olma vərdişləri onun bolluq və bərəkət içində yaşamasına ən böyük maneədir. 14-cü enerjinin ən mənfi tərəflərindəndir. Ümumiyyətlə pul kanalında və ya horizontal xəttdən aşağıda 14-cü enerjisi olan insanlar üçün borc və ya kreditlə biznes qurmaq, iş sahibi olmaq uğursuzluqla nəticələnmə verir, biznesdə istədiyi məbləğləri əldə edə bilməmə ehtimallarını yüksəldir. Matrisa cədvəlində dollar valyutasının altında duran enerji kanalın ən aktiv və maddi rifaha ən müsbət təsir edən enerjisidir. Bu enerji hətta mənfidə olsa da onu müsbətləşdirmək asandır. Bu enerji təkcə pul qazanmaq yolları və karyera istiqamətlərinə dair məlumatları deyil, həm də pulu hara xərcləməli olduğumuza dair məlumatını da verir. Konsultasiyalarda belə bir fikir eşidirəm ki, mən filan şeyi edəndə, filan şeyə pul xərcləyəndə mənim əksinə pulum çoxalır ya da başqa yerdə mütləq o məbləğdə və ya artığı gəlir. Bəli, bu kimi halı yaşamaq üçün öz matrisanızda məhz dollar işarəsinin altında duran enerjinin müsbət keyfiyyətlərini icra etməyi öyrənməlisiniz. Cari matrisada dollar işarəsinin altında 19-cu enerji Günəş arkanı durur. Arkanın simvolikasında ən qabarıq olan Günəş və uşağın təsviridir. Bu kart 22 baş arkan arasında ən pozitiv və ən parlaq kartdır. Günəş enerjisi aydınlıq, istilik, pozitivliyi simvolizə edir. Məsələn, biz yağışlı günlərdənsə günəşli gündə hava nə gözəldir ifadəsini daha çox işlədirik və ya psixoloji olaraq şən əhvalda oluruq. Ümumiyyətlə günəş pis yaxşı, dost düşmən, haqlı haqsız, xəsis cömərd demədən hər kəsə işıq saçır, hər kəsi isidir. Hazırki matrisada nativ özündə ən parlaq olan istənilən bir keyfiyyətini ətrafı ilə fərq qoymadan paylaşmalı, özünə və ətrafına qarşı əsasən istilik, rahatlıq və cömərtlik enerjilərində olmalıdır. Ən çətin hallarında belə bədbinliyə düşmək, özünə qapılmaq, insanlara qarşı ayrıseçkili davranmaq 19-cu enerjini daha mənfiyə salır. Mənfidə günəş enerjisi olduqca pessimist, xəsis və egoistdir. Pul kanalınızda və ya yaxınlarının pul kanalında 19-cu enerji varsa, depressiv, egosentrik və xəsis biri olmamağa xüsusi diqqət edin. Çünki bu keyfiyyətlər sizi daha yoxsul edər. Qeyd etmişdik ki, dollar simvolunun altındakı enerji həm də nəyə pul xərcləsəm bərəkətim daha artıq olar sualına da cavab verir. Nativin 19-cu enerjisi olduğuna görə o əsasən özünə, özünün uşaqlıq arzularına, ümumiyyətlə uşaqlara, sevincə, özünə və başqalarına hədiyyələrə, xeyriyyəyə pul xərcləyərsə, öz pul kanalını müsbətdə tutmuş olacaq. Beləcə, istənilən qaynaqlardan pul gəlirləri artacaq. Bir daha xatırlayaq ki, günəş arkanında günəş və uşaq simvolları qabarıqdır. 19-cu enerjini şəfalandırmaq istəyiriksə, biz bu simvolları həyatımızın məqamları ilə əlaqələndiririk, ona uyğun seçimlər edirik. Ən elementar olaraq günəşli havalarda çöldə daha çox olma, uşaqlarla xoş davranma kimi xırda seçimlər etməklə mənfi olan 19-cu enerjinin şəfalanması üçün ilkin addımlar atmaq olar. Yəni düşünməyin ki, mən filan əksikliyimi şəfalandırmaq üçün qəliz yollardan keçməli, çox pul xərcləməliyəm. Ən sadə gündəlik davranışlar da sizin imkanlarınız çərçivəsində ola bilər. Ümumiyyətlə enerjilərimiz mənfidə də olsa, onun müsbət xüsusiyyətlərinə dair seçimləri etmək bizə əsasən asan olur. Çünki onlar matrix kodumuzda artıq var və bunu yaşamaq bizim təbii halımızdır. Lakin bəzən bu qəti belə deyil. Bizə bu seçimləri etmək çətin də ola bilər. Məsələn, deyək ki, cari cədvəl 3 uşaqlı tək valideyn olan bir qadının matrisası olarsa, bu halda qadının maliyyə resurslarının böyük bir hissəsi 3 uşağının ehtiyaclarına sərf olunacaq, lakin özü və öz arzuları arxa planlara keçəcəkdir. Bu halda bu qadının maliyyə sıxıntıları qaçınılmazdır. Günəş arkanındakı uşaq simvolu insan egosunun ən saf halının simvoludur. Matrisasının istənilən əsas nöqtələrində günəş arkanına sahib insanlar öz istəklərini arxa plana atmaqla maddi rifahlarına ciddi zərbə vurmuş olacaqlar. Kanalın sonuncu nöqtəsi kanalın ən problemli nöqtəsidir. Maliyyə sıxıntılarımız zamanı
ən çox müsbətə çevrilməli olduğumuz nöqtədir. Pul problemlərimiz də elə bu nöqtədən doğur. Bura balanslaşmağa ən çox ehtiyac duyulan nöqtədir. Çünki həm də münasibətlər kanalı ilə olan kəsişmə nöqtəsidir, həm də münasibətlər kanalında problemlərin yarandığı nöqtədir. Buradakı enerji maliyyə kanalına necə mənfi təsir edirsə, münasibətlər kanalına da eləcə destruktiv, yəni dağıdıcı təsir göstərir. Hazırki nativin pul kanalında ən zəif enerji 5-ci enerjidir. 5-ci arkan ruhani rəhbər və ya mənəvi ata kartıdır. Bu enerji əsasən öyrətmə, öyrənmə, yol göstərmə, mənəvi qanunları yaratma, ailə ənənələrinin düzəninə rəhbərlik etmə xüsusiyyətlərini daşıyır. Mənfidə xaotikdir, dogmatikdir, yalnız öz bildiyini doğru hesab edir, mübahisəyə və aldatmağa meyillidir, kimsənin fikri ilə hesablaşmaz, adətlərə qarşı çıxır, ailə üzvləri ilə münaqişə yaşayır. Cari matrisada bu mənfi xüsusiyyətləri maliyyə mövzusunda oxusaq, nativ maliyyə böhranını sırf xaotik xərclər, plansız məsləhətsiz alış-verişlər, iş mühitində yalnız öz mövqeyini doğru hesab etmə və ya sübut etməkdə mübahisəyə meyilli olduğuna görədir. Nativ, qohum əqraba ilə ünsiyyəti kəsdikdə, ailə üzvləri ilə savaş halında olanda və ya yaşadığı mühitin mənəvi qaydalarına riayət etməyə imtina edərsə, bu hallar birbaşa onun maliyyə gəlirlərdə mənfi təsir edəcəkdir. Hətta baxmayaraq ki, qohum qardaş ilə hər hansı bir maliyyə bağı olmasa da, məhz matrisasında belə bir enerjinin maliyyə kanalında durması və onun mənfi yaşamış olması pul böhranı ilə nəticələnər. Dostlar, hazırki matrisanın pul kanalı barədə kifayət qədər detallar açıqlandı. Əlbəttə burada deyilə biləcək daha çox şey var. Xatırladım ki, iləri oxuma səviyyəsində və faktiki matrisanın proqram və enerji göstəricilərinə görə nativin maliyyə potensialı və addımlarına dair daha ətraflı və nativin həyat şəraitinə və məqsədlərinə uyğun konkret tövsiyələr və istiqamətlər vermək olar. Keçək münasibətlər kanalına. Münasibətlər kanalı deyəndə burada yalnız əks cinslə və ya romantik münasibətlər nəzərdə tutulmur. Matrix cədvəlinə baxılan şəxsin münasibətlərə baxışı, potensialı, dost, partnyor, yoldaş seçimində üstünlükləri incələnir. Yəni şəxsin ümumiyyətlə münasibət anlayışı nədən ibarətdir, ehtiyacları nədir və hansı enerjilərin təsiri altındadır bilmək istəyiriksə, Matrix cədvəlinin bu hissəsini incələyirik. Əvvəl qeyd etdiyim kimi, münasibətlər kanalının giriş qapısı ən aktiv nöqtəsi və ən problemli nöqtəsi deyilən nöqtələr vardır. Bu enerjilər nativin psixikasına oturmuş kodlardır. Münasibətlər sahəsində aparıcı potensialı və ehtiyacıdır. Münasibətlər mövzusunda ən çox yadda saxlamalı olduğumuz məqam odur ki, biz faktiki enerjiləri necə yaşadığımızdan asılı olaraq qarşı tərəfin bizə göstərdiyi münasibətin keyfiyyəti də elə olacaq. Çünki hər bir enerjinin mənfi, müsbət və hipermüsbət forması vardır. Hazırda biz yalnız enerjilərin mənfi və müsbət tərəflərinə baxırıq. Cari matrisada münasibətlər kanalına giriş 18-ci enerjidən keçir. Ümumiyyətlə kanalın giriş qapısı, kanalın başlanğıc nöqtəsi kimi ifadələri praktik həyatdakı dilə çevirsək, bu şəxsdə münasibətlər necə başlayır, ilkin tanışlıq mərhələsi necə keçir kimi başa düşməliyik. 18-ci arkan ay kartıdır. İntuitivdir, mistik, gizəmlidir, xəyal gücü yüksəkdir, mənfidə isə olduqca destruktiv, münasibətlərə girmək qorxuları ilə doludur, kör-körənə və duyğularla hərəkət edir. Nativ istər müsbət, istərsə də mənfi mənada necə bir münasibət forması xəyal edirsə, həyatına da onu çəkə bilmək gücünə sahibdir. Nativin münasibətləri əsasən intuitiv başlayır. Əsasən günün qaranlıq saatlarında görüşlərə gedir və ya görüşlərə çağırır, həlim davranır. Nativ duyğusal əlaqəni hiss etdiyi biri ilə münasibətləri davam etdirir. Münasibətlər kanalının giriş qapısı karmik quyruğun sonuncu enerjisi olduğuna görə burada 18-ci enerjinin mənfi tərəfləri də özünü göstərəcəkdir. 18-ci enerji mənfidə əlaqələrə o qədər də açıq birisi deyil, yəni daim içində gizli saxladığı bir kimliyi vardır. Mənfidə eləcə də psixoloji pozuntular, qarabasmalar verir.
Cari kanalda olduqda isə bu özünü münasibətlər hələ ilkin mərhələsində, hələ hər hansı bir problem olmasa da, nativ artıq xəyallarında ayrılığı da canlandırır kimi hallar yaşanmış ola bilər. Bu da artıq əvvəldən problemlərin olacağına səbəb olur. Çünki 18-ci enerjinin cazibə gücü yüksəkdir. Nəyi xəyal edərsə, həyatına onu da çəkəcəkdir. Kanalın ən təsirli nöqtəsi ürək işarəsinin altında duran enerjidir. Bu enerji əsasən nativin qarşı tərəfdə nə axtardığı, hansı keyfiyyətlərlə üzləşəcəyi məlumatını göstərir. Hazırki matrisada ürək işarəsinin altında 5-ci enerji durur. Biz pul kanalının ən problemli nöqtəsi qismində bu enerjinin xüsusiyyətləri barədə qeyd etmişdik. Eyni xislətləri romantik bərabərlik mövzusuna keçirsək, görürük ki, nativin həm özünün, həm də qarşı tərəfin nativdən gözləntisi ənənələrə uyğun olaraq formalaşacaqdır. Bu münasibətlərdə mənəvi dəyərlər, inanclı olma və ya ailə dəyərləri ən aparıcı tendensiya olacaqdır. 5-ci enerji həm də müəllim enerjisidir. Burada nativin ehtiyaclarından biri də qarşı tərəfdən nəyisə öyrənməkdir, yəni bilik və bacarıq almaqdır. Yəni faktiki olaraq nativ intellektual münasibətlərə meyilli birisidir. 5. Ənənələrə sadiqlik enerjisi olduğuna görə deyə bilərik ki, bu matrix cədvəlinin sahibi, məsələn qadın olarsa, digərlərindən daha çox evlilik təklifi almış biri olacaq. Enerjinin müsbət tərəfi olduğu kimi, mənfi tərəfi də vardır. Əgər faktiki nativ qadındır və ailə qurmağa meyilli biri deyilsə, bu halda onun qurduğu münasibətlərin hamısı keçici olacaq, aldanacaq və ya tərk ediləcəkdir. Qarşı tərəf yalnız öz sözünü yerdə bilən, tərs xislətlərə sahib birisi olduğuna görə münasibətlər pozulacaqdır. Çünki nativin münasibətlər mövzusundakı niyyəti adətlərə uyğun olmadığı halda və ya 5-in digər mənfi xüsusiyyətlərini daşıyarsa, 5 enerjisini faktiki olaraq mənfiləşdirmiş olur, bununla da uğursuz münasibətlərə düçar olacaqdır. 5-ci enerjinin mənfi olmasının səbəblərindən biri də münasibətlər kanalında duran 18-ci enerjinin mənfisinin təsiridir. Qeyd etmişdik ki, 18-ci enerji mənfidə olduqca ağır enerjidir və əsasən qorxulardan ibarətdir. Əgər bu nativ konsultasiyaya heç bir münasibətin düzəməlli deyil müraciəti ilə gələrsə, ona göstəririk ki, sənin qorxuların ənənəvi və ya davamlı münasibət qurmağa birbaşa əngəldir. Bərabərliklərdə əslində nədən qorxduğunu üzə çıxarıb onlar üzərində işləyirik. Burada münasibət kanalının ən problemli nöqtəsi də 5 enerjisi altında durur. Ümumiyyətlə cari matrix cədvəlində mənfi enerjilərində 5 enerjisini çox görürük. Həm sağlamlıq, həm pul, həm də münasibətlər kanalında 5 enerjisi təkrarlanır. Bu, o deməkdir ki, nativ üçün 5 enerjisinin şəfalanması olduqca önəmlidir. Pul və münasibətlər rifahı 5 enerjisinin müsbətdə sağlam yaşanmasından keçir. Yəni demək olar ki, nativin həm də bəxti gətirib. Çünki cəmi bir neçə enerjisini şəfalandırsa, pul, sağlamlıq, münasibətlər və s. mövzularını özü üçün həll etmiş olacaq. Belə qənaətə gəlirik ki, güzgülü matrisaları, yəni enerjiləri təkrarlanan matrisaları şəfalandırmaq daha asandır. Gələcək dərslərimizdə güzgülü matrisalar haqqında daha çox məlumat veriləcək. Əlavə bir məqamı da vurğulayım ki, münasibətlər kanalını təhlil edərkən onu mütləq cədvəldə yaşıl rəngdə verilmiş anahata çakralarının enerjiləri ilə əlaqələndiririk. Çünki münasibətlər sevgi vermək və sevgi qəbul etmək məsələsi olduğu üçün burada anahata çakrasını diqqətə almalıyıq. Anahata çakrasındakı iki göstəricidən biri bizim dünyəvi işlərimiz üçün ürəyimizin istədikləridir, digəri isə mənəvi zənginliyimiz üçün ruhumuzun istədikləridir. Buradakı enerjiləri də nəzərə alaraq sevgi və duyğu məsələlərində hansı ehtiyaclara və potensiala sahib olduğumuzu görə bilərik. Görə bilmək bir məsələ, lakin ona uyğun yaşamaq, bizə artıq verilmiş matrix kodlar üzrə seçimlər etmək isə başqa məsələdir. Mən hamınıza öz matrix cədvəlinizdəki enerjiləri və potensialı bilib, ona görə davranaraq maddi və mənəvi rifaha yüksəlməyinizi arzu edirəm. İndi isə söz verdiyim hədiyyə qisminə gələk. Dostlar, fevral ayında mənim doğum günü olduğu üçün mən sizə gözəl bir hədiyyə etmək istəyirəm. Sadəcə Özünə Coach ol Instagram səhifəsinin izlə düyməsini basırsınız, şəxsinə müraciət edərək doğum tarixinizi,
və ilinizi qeyd edirsiniz. Mən sizə qısa bir müddətdə video görüntü şəklində ya ümumi, ya da istədiyiniz bir mövzu üzrə matrix cədvəlinizi ödənişsiz təhlil edirəm. Yeri gəlmişkən Özünə Coach ol Instagram səhifəsinə girib, səhifəni izləyib, orada enerjilərin müsbət və mənfi xüsusiyyətlərinə dair ilkin məlumatları əldə edə bilərsiniz. Hələlik isə bu videonu bəyəndinizsə like işarəsi qoyun, dərsə dair suallarınız yaranarsa şərhlərdə bildirin, səhifəni izləyin, videodakı məlumatları yararlı hesab edirsinizsə dostlarınız ilə paylaşın. Növbəti videolara dək.